Salamlar Aygün xanım, xoş gördük sizi yeni videomuzda. Bugün belə qırmızılar içində çox sevgi dolu görünürsünüz. Təşəkkür edirəm. Mən də salamlayıram hər birinizi. Sizi Aytən xanım salamlayıram. Kompüterdən qucaqlayıram sizi. İzləyicilərimizi də salamlayıram. Ümid edirəm ki, bundan öncəki videoları qəşəng izlədilər, məlumatlandılar və biz də bugün yeni bir mövzu ilə qarşılarındayıq. Bəli, bugün yeni bir mövzu, yeni bir istiqamət belə deyək və münasibətlərə biraz başlamaq istəyirik. Münasibət addımlarını yavaş-yavaş formalaşdırmaq istəyirik. Bugünkü konseptimiz nədir, mövzumuz necədir? İstəsəz biraz açıqlama verin, daha sonra artıq dərinə enməyə başlayaq. Tamam. Bugün dedik biraz bəsdir, danışdıq çox şeydən. Yəni baxmayaraq ki 3 video çəkmişik, amma bir xeyli mövzu əslində danışmışıq, sanki mənə elə gəlir. Dedik bugün də biraz aşkdan, meşkdən danışaq. Siz demiş hazır yay gəlir. Aytən xanım dedi ki, yaz aşkları öncəsi xəbərdarlıq videosu çəkək. Biz də ona görə dedik ki, tez bazar bir dənə video çəkək, Cornetto aşkları başlamadan biz də öz fərqindəlik xəbərdarlıqlarımızı edək. Bugün yəni bax belə qırmızı-qırmızı aşkdan, meşkdən bəzi mövzulardan danışacağam sizlərə Aytən xanımla bərabər. Təkrar xatırladıram ki, bilirsiniz Aytən xanım uzaqdadır, mən Varşavadayam, o da Bakıdadır. Belə bu şəkildə qoşulmuşuq, ona görə də belə üzbəyiz oturmuşuq. Yəni o kompüterdə belə ara sıra çalışacağam, ona baxım, sizə baxım. Bu şəkildə aparaq proqramımızı. Dediyim kimi mövzumuz ümumidir. Yəni biraz belə bilirsiniz, aşk, meşk, sevgi bunlar belə geniş mövzulardır. Çox şey var. Bir xeyli də Aytən xanım mənə podkastlar göndərmişdi ki, ondan da danışmısınız Telegram kanalında, bundan da danışmısınız. Baxdım ki, oradan da bir xeyli danışmışam. Orada bir ildir oradayıq artıq və amma baxdım ki, hər mövzu da bir ayrıca mövzudur. Yəni hamısı, nə bilim, sərhədlər, kişilərlə ünsiyyət, kommunikasiya. Təbii ki, yavaş-yavaş hamısına gələrik deyə düşünürəm. Amma bugün istədim ki, bir belə ən təməldən necə deyərlər başlayaq və bugün ümumiyyətlə biz baxacağıq münasibətlərdə olan müəyyən miflərə, bizə ümumiyyətlə belə deyək ki, o xoşbəxt, sağlam münasibətlər qurmaqdan bizi nə türklər demiş alıkoyur, nə imkan vermir ki, biz gözəl, sağlam münasibətlər quraq, o istədiyimiz, arzuladığımız, hər birimizin layiq olduğu təbii ki. Bunlardan danışacağıq bir neçə istiqamətdə. Əlbəttə ki, düşünürəm ki, bu da yenə də maraqlı bir söhbət olacaq. Eynən, hətta gəlin bəlkə hamını maraqlandıran bir sualla başlayaq. Onun ətrafında siz artıq öz danışığınızı ona uyğun ayarlaya biləsiniz. Çünki fikirləşirəm ki, sevgi deyəndə hamıya belə bir yaxşı, xoş his gəlir, amma ardınca da, hətta dərhal ardınca da bir çətinlik duyğusu gəlir. Çətin olan, bəzən imkansız olan, bəzən içində göz yaşı olan, xoş amma çətin. Bu sevgi belə olmalıdırmı? Niyə biz belə fikirləşirik? Gəlin bəlkə buradan başlayaq. Əlbəttə ki, mütləq şəkildə əslində elə oradan başlamalıyıq, çünki başqa variant yoxdur. Ən təməl məsələdən başlayırıq biz hər zaman. Bəli, sevgi deyəndə biz eynən çox qəşəng təsvir etdiniz ki, yəni əvvəl ağlımıza gəlir ki, ay gözəl, bilirsiniz, bütün münasibətlər deyir eyni cürə başlayır, amma sonra hər birinin belə fərqli travmaları, dramaları olur özlərinə görə. Və burada baxın, doğru dediniz. Yəni sevgi başlayır belə cıvıl-cıvıl çox zaman, neşəli, hər kəs bir-birini sevir. Və sonra da bir müddət sonra artıq bəli biz başlayırıq orada ağrı, acı, əzab, travmalar, ayrılıqlar və s. Başlayırıq orada Koreya serialı çəkməyə, yəni bir neçə sezonluq. İndi biz bunun baxacağıq ki, təməlində əslində nələr dayanır. Bir neçə məqam mən qeyd etmişəm. Bəlkə daha da çox olar, amma indi bizim burada saatlarımız yoxdur. Biraz daha belə qısa formada, amma başlıq istəyirəm ki, verəm. Bu hissə biraz uzun olacaq. İndidən deyim, bu hissədə biraz daha ürəyim doludur mənim. Oradan başlayaq, sonra ardını gətirərik. Biz nəyə görə sevgi bərabərdir? Əvvəlində belə o qarnımızda kəpənəklər uçuşur, amma sonrasında sevgi bərabərdir əzab, əziyyət, çətinliklər. Çətinlikdən keçmirsə sevgi deyil. Bax biz bunu nəyə görə zehnimizə necə deyirlər bu şəkildə kodlamışıq, hətta dilimizdə belə deməsək belə. Bunun mən düşünürəm ki, birinci səbəblərindən biri, bunu belə deyə bilərik ki, bir kollektivdən gələn bir
şuur var. Yəni ümumi kollektiv şuur nədir? Yəni bir çox insanın belə deyilir ki, bir ideya, məsələn 10 insandan ikisi, üçü tərəfindən tutaq ki, artıq qəbul görürsə, onun böyüməsi, daha böyük cəmiyyətdə, hətta daha sonra qlobala yayılması böyük bir ehtimaldır. Yəni kollektiv şuur bu deməkdir ki, daha çox insanın eyni tərzdə düşünməsi bir növ belə deyək. Mən bunu kollektiv bir şuurdan gəlmə olduğunu düşünürəm. Kollektiv şuuru da biz başlıq kimi qoyub onu da belə sxem bölə bilərik. İndi onu da danışacağam. Və ikincisi də bizim düşünürəm ki, böyüdüyümüz ailədə gördüyümüz sevgi modelləridir. Birinci istəyirsiniz kollektiv şuurdan danışaq. Eynən. Kollektiv şuur hansı formada olur? Kollektiv şuurda Bu bizim əslində cəmiyyət dediyimiz bir şeydir. bəli, Düzdür, cəmiyyət, cəmiyyətdə böyüdüyümüz belə cəmiyyət, görünür. yəni belə deyək, hamısı kollektiv bir şəkildə. Kollektiv şuurda mən düşünürəm ki, birincisi məsələn bizim elə ən təməldən baxsaq, nə bilim, başlayırıq məktəbə gedirik, elə oxuduğumuz kitablar, nə bilim, o ədəbiyyat kitabları və s. Orada belə biz nə öyrənirik məsələn? Biz öyrənirik Leyli Məcnun, biz öyrənirik nə bilim Əsli Kərəm, biz öyrənirik Fərhad Şirin və s. Yəni orada belə ədəbiyyat müəllimləri bunu yəqin ki, təsdiq edər ki, zaten qovuşsalar eşq olmur da, qovuşsalar kitaba düşmürlər. Qovuşmasalar kitablara düşürlər. Yəni Məcnun Leylini görsə, Leyli Məcnunu bəyənsə, getsələr, evlənsələr, xoşbəxt yaşasalar, heç kimə maraqlı deyil bu insanlar. Amma bunlar sürgün, biri sürünür ora-bura, nə bilim, biri çöllərə düşür, biri dəli olur, biri dağı dəlir və s. Bu şəkildə bizə artıq maraqlı gəlir. Yəni bizim əslində bəli, kollektiv şuurda da, bu təkcə Azərbaycanda deyil, yəni bütün qlobal dünya ədəbiyyatında, yəni hara baxsanız, biz bu belə dastan görürük ki, belə qovuşa bilməyən, yəni sevgi budur. Biz bunu belə bir növ öyrənirik ən başdan. Daha sonra biz başlayırıq, buradan görürük, mənim ən yaralı nöqtəm gəlir burada seriallar. Mənim ən yaralı nöqtəmdə, yəni tezis yazaram bu barədə, o dərəcə yaralı nöqtə. Çünki seriallarda mən serialları da sizin üçün bölə bilərəm. Sxem. Beynimdə bu saat diaqramlar qurulur mənim. Sxem bölə bilərəm ki, seriallar sizə özünüzün də xəbəriniz olmadan hansı kodları yerləşdirir əslində. Və bunlar çox təhlükəlidir və bunlar mənəm deyən, özünü çox ağıllı hesab edən bir çox insanın belə araşdıranda şuur altısında çox rahat formada çıxır. Gəlin baxaq. Birincisi mən deyim ki, seriallar bizə ən təməldə qeyri-real gözləntilər yükləyir. Qeyri-real gözlənti mən nəyi deyirəm? Yəni seriallarda baxın, fikir verin. Bu dəqiqə ağlınızdan mən dedikcə keçirdim. Mən çox uzun müddətdir ümumiyyətlə türk serialı baxmıram. Yəni Varşavaya köçəndən onsuz da illərlə heç televizorum belə yox idi evimdə. Və türk seriallarında və ya Koreya seriallarında fikir verin. Ən çox Koreya seriallarında da olur bu. Baş qəhrəman o qədər idealdır ki, yəni belə bir insan ola bilməz də, yəni yoxdur belə bir insan. O qədər idealdır ki, yəni qız burada yıxılır, adam 5 kilometr uzaqdan uçaraq gəlib onu xilas edir falan. Yəni biz də baxırıq bunları romantizə edərək. Sonra nə bilim Əhmədlə, Həsənlə tanış olanda gözləyirik ki, Həsən də uçsun, gəlsin, bizi orada qucağına götürsün və s. Amma Həsən bunları eləyə bilmir, çünki Həsən Superman deyildi. Amma o serialdakı adam dərisində bir dənə nöqtə yoxdur, o həmişə CEO-dur. Başqa iş yoxdur ümumiyyətlə, yəni biz CEO da amma işləmir məsələn. İşləyən CEO deyil. CEO amma bir də heç bir işi gücü də yoxdur. Yəni adam 80 dənə, 90 dənə şirkət idarə eləyir, holdinqləri var, amma heç bir işi gücü yoxdur. Bütün günü fikirləşir ki, bu qızı necə xoşbəxt eləyə bilərəm. Mesajlar, sürprizlər və s. Baxın, o qədər qeyri-real gözləntilərə. Mən demirəm, amma bunlar pis şeylərdir. Bunlar onsuz da münasibətdə, yəni sağlam münasibətdə, bəli, sürpriz də olur, sağlam münasibətdə partnyor sizi sevindirmək üçün də bir şeylər edir. Amma həmişə bunu da deyirəm ki, yəni bir kişi maddiyyat arxasıca gedirsə, yəni qazanc və s. həqiqətən o kişinin saatlarla durub telefonda sizə mesaj yazmağa vaxtı olmur. Məşğuldur çünki. Məşğuldur.
Yəni işi var, gücü var. Yəni dediyim kimi yenə də romantizm işin içində olur. Amma bu adam səhərdən axşama qədər aya, günəşə baxıb sizi düşünmür. Real münasibətlərdə çünki işi var, gücü var və s. və s. Amma biz baxın, o qədər qeyri-real gözləntilərə giririk ki, oradan baxırıq və otururuq çox qeyri-real bir formada və bu bizim həqiqətən deyirəm münasibətlərimizi çox zədələyir. Və yaxud da ki, sosial mediada biz blogerlərə baxırıq, cütlüklərə baxırıq ki, hər gün məsəl üçün bu insanlar restorandadılar, kafedədirlər, hər gün əyləncə, hər gün və biz bu işin arxa fonunu bilmədiyimizə görə, məsələn, tutaq ki, blogerin onsuz da işinin bir parçasıdır da, bu düzdür. Gedib nə isə göstərmək və s. yoldaşı ilə gedir. Amma hamımızın işimizin bir parçası gedib restoranda oturmaq deyil. Tutaq ki, sağlam münasibətdə bir cütlük, belə deyim, həftədə 2 dəfə ikisinin də vaxtı var. İşdən sonra və yaxud da bir dəfə də həftə sonu gedirlər o restoranda otururlar, gözəl vaxt keçirdirlər. Amma biz baxırıq ora deyirik ki, niyə mən hər gün getmirəm? Hər gün də gedərsən, amma yenə də deyirəm, məsələ o da deyil. Amma qeyri-real gözləntilərə girəndə biz ona baxırıq, o gördüyümüzün arxa fonunu da bilmirik deyə. Gəlirik onu başlayırıq artıq münasibətdə partnyordan istəməyə, tələb etməyə. Yəni bu şəkildə həm qadınlara da qarşı qeyri-real gözləntilər yaranır. Çünki məsələn seriallarda bütün qızlar çox makyajlı oyanırlar. Necə makyajlı oyanırlar? Məsələn, mən onu bilmirəm. Necə makyajlı oyanmaq olar? Siz bilirsiniz bəlkə. Siz marketinqlə məşğulsunuz. Bir insan necə makyajlı oyana bilər? Real olmuyor. Mən video çəkirəm, bura belə bir dodaq boyası, bir rumyana ilə çıxıram. Amma seriallardakı xanımlar makyajlı oyanırlar, saçları buruq-buruq, çox gözəl. Baxın, qeyri-real gözlənti deyil də nədir bu? Yəni bizi bu şəkildə aldadırlar. Və biz bunu çox qəşəng bir şəkildə sindiririk, belə deyim. Digər bir məsələ, hansı ki, bu da təhlükəli bir məqam kimi, daha təhlükəli bir məqam. İndi bundan əvvəl biraz dedik, güldük. Bu mənə çox təhlükəli bir məqam kimi gəlir. Fikir verin, seriallarda baş rollardakı xüsusilə kişilər adətən belə göstərirlər ki, belə o çox sərtdir, o hər kəslə məsafə qoyur, o belə deyim, onun belə sərt qaydaları var. Xüsusilə bu türk seriallarında yaz diziləri olur. Baş qəhrəman CEO-dur, qızdakı nə bilim asistandır, sakar bir şeydir. Belə bunları oğlan çox sərtdir qıza qarşı və s. və s. Və yaxud da ki, digər başqa seriallara da baxanda görürsən ki, baş qəhrəman belə sərt bir insandır, məsafəsi var və yaxud da ki, narsistdir bu adam. Yəni göstərir ki, məsələn, anası ona tutaq ki, uşaq vaxtı yaxşı davranmayıb və s. atıb gedib və bu adam da hər qadında, hər tanış olduğu qadında təkrar anasından intiqam alır əslində. Əslində bu işin yəni psixoloji tərəfdən açıqlaması budur. Amma bizə nə izlətdirirlər? Biz izləyirik ki, adam hər kəslə məsafəlidir və s. və s. Və yaxud da ki, playboydur, amma bir qız gəlir və bu adam dərhal bu qıza aşiq olur və ondan sonra bu qız o adamı dəyişdirir. Hər şey belə nağıllardakı kimi davam edir və s. Yəni baxın, psixoloji tərəfdən baxsaq, ikisi də travmadır. İkisi də biri narsistdir. Yəni amma bizə elə göstərirlər ki, arxa fonu. Yəni biz baxırıq ki, adam kobuddur və s. və yaxud da playboydur, qızları incidir və s. Sonra onun arxa fonunda göstərirlər ki, o özü də travmalıdır və s. Və biz onunla başlayırıq empatiya qurmağa. Empatiyanı qururam, sonra oradakı qızı göstərir ki, qız onu necə dəyişdirdi və s. və s. Mən də deyirəm ki, mən də belə bir qız, yəni başlayıram özümdən də asılı olmadan, baxın, həm o qızı ideallaşdırıram, həm də o münasibəti ki, yəni elə bir münasibət olsun ki, məsəl üçün bu oğlan bu günə qədər playboy idi, amma gəldi məndə dəyişdi. Nə gözəl. Əhməd bu günə qədər 80 dənə qızla sevgili olmuşdu, Əhməd heç kimi sevmirdi, amma Əhməd gəldi məndə dəyişdi. Görün necə gözəl səslənir, yəni belə qüruru oxşanır insanın. Və yaxud da ki, nə bilim, çox sərtdir, hamıya qarşı məsafəlidir, çünki travmaları var. Mən onun travmalarını sağaldaram. Çünki serialdakı qız sağaldırmış kimi görünür. Amma əslində serialdakı qızda, yəni biz baxsaq, ya bundan sonraki etaplarda danışacağıq, ya özünə tanış olan ailə modelini axtarır. Yəni nə bilim, məsəl üçün onun da atası bəlkə də ondan çox uzaq məsafədə olub, ona diqqət qayğı göstərməyib deyə. Məsələn, bu qız öyrəşib belə uzaq məsafə münasibətlərinə, kənardan sevməyə, soyuqluq və s. və s. öyrəşib buna.
Və o da gəlir bunu tapır. Yəni əslində bu işin belə deyək, biraz bir balaca analiz edəndə altından dəhşət qorxunc faktlar çıxır. Yəni bizə nə öyrədirlər? Bizə narsisti ideallaşdırıb onunla empatiya qurmağı öyrədirlər. Mən demirəm, amma narsistlər nə bilim, yox və s. Onlar da əlbəttə ki, yəni insandır. Onun da təbii ki, bir travması var ki, belə olub. Amma mən burada nədən danışıram? Mən kim istəyər ki, bütün həyatını bir narsisti belə deyək, sağlam formaya gətirmək üçün keçirsin? Bunu kim istəyər? Heç kim istəməz. Və biz də bundan danışırıq, düzdür? Və yaxud da ki, dediyim kimi travmaları olan biridir. Mən də ona yara bandı kimi gəlirəm. Bunu da istəmərəm əlbəttə. Amma orada o qədər gözəlləmə biz onu görürük ki, biz bunu istəməyə başlayırıq çox daxildə bir yerlərdə. Və başlayırıq ondan sonra da bəli o serialı öz həyatımızda, nə bilim, Aysel ilə Əhməd 9 sezon bu serialı çəkirlər öz həyatlarında, özlərinin də xəbəri olmadan. Və hətta belə bir şey ağlıma gəldi siz deyəcək. Məsələn, Türkiyədə keçən belə bir qərar qəbul olunmuşdu ki, heç bir yaz dizisi bu tərzdə siz deyən tərzdə dizi çəkilməyəcək və bu il insanlar artıq özləri mən gördüm ki, sosial mediada işlən edirlər ki, biz artıq yaz dizilərini özlədik. Onlar belə bunu darıxmışlar və mən düşünəndə ki, bu insanların bu yaz dizilərini əslində hamı qınayır da. Yəni bu siz dediniz, o CEO oğlan, Sakar qız modelini hamı qınayır, amma eyni zamanda onu da görmək istəyirlər. Çünki orada bir həyəcan var. Yəni əslində onların izlədiyi orada həyəcanlı münasibət, oğlanın reaksiyaları, qızın onu dəyişdirmə çabaları, bəlkə də görmək istədikləri və yaxud öz həyatlarını da almaq istədikləri elə o həyəcanlı bir münasibətdir ki, hansı ki sanki ateşli görünür kənardan, sanki o daha çox, yəni daha sakit münasibətə baxanda o münasibət daha çox duyğuluymuş kimi gəlir, daha çox sevirlərmiş kimi gəlir. Oradan bəlkə yola çıxaraq arzulayırıq biz də o münasibəti ideallaşdırıq öz həyatımızda, amma bilməliyik ki, daha sağlam və daha huzurlu münasibətlər də var. Biz bunlardan uzaq tutan nədir? Onları bəlkə biraz dərinə gedərək araşdıra bilərik. Bəli, yəni insanlar normaldır, yəni ki, sizin dediyiniz kimi o darıxsın o seriallar üçün. Siz nəyə görə? Çünki doğrudan da orada bir adrenalin var. Yəni bir şeylər gedir orada. Onsuz da yəni əlbəttə düppədüz getsə bu serial da olmaz, kimsə də izləməz, düzdür? İnsanlar orada bir həyəcan axtarır yəni. Amma dediyim kimi məsələ orada həyəcan axtarmaqdan getmir ki, məsələ ondan gedir ki, mən onu baxıram və şuursuz şəkildə, baxın, şuurlu şəkildə oturub izləsəm, həm əylənərəm. Yəni belə maraqlı gəlir mənə ki, bu nədir çəkirlərdi. Məsələn, Hindistanda da olur elə Bollywood serialları falan baxırsan, ürəyin gedir gülməkdən ki, bu necə oldu da, yəni belə maraqlı gəlir, gülməli gəlir sənə. Baxarsan şuurlu şəkildə, hətta əylənərsən də, hətta belə deyim. Və eyni zamanda da yəni bilərsən ki, yox, yəni mən orada nəyin baş verdiyini bilirəm. Okay. Bir də var ki, baxıram, belə deyim, belə ağzı açıq baxıram və onu ideallaşdırıram, gecə yatanda fikirləşirəm və s. Baxın, bugün məşhur serialların elə böyük fan klubları var ki, baxırsan ki, insanlar şərhlərdə bir-birini öldürür ki, və yaxud da ki, ssenari müəllifini qınayır ki, bu cütlük nə vaxt öpüşəcək, nə vaxt olacaq. Baxırsan ki, bu adamın başqa heç bir dərdi yoxdur, bunu idealizə edir. Və çox dəhşət bir faktdır. Məsələ ondadır. Yoxsa baxaq, yəni oturaq baxaq, yəni mən demirəm ki, pisdir buna baxmaq. Amma şuurlu şəkildə baxmaqla şuurlu şəkildə baxmadan, yəni robot kimi baxmaq arasında ciddi bir fərq var. Və bir dənə də məqamı demək istəyirəm ki, bunu da çox insan bilmir, fikir vermir buna. Bu da çox başqa bir toxum əkir bizim zehnimizə. O da fikir verin, seriallarda həmişə çox belə çətrəfilli, keşməkeşli yollardan keçir bu cütlük. Amma sonda bir xoşbəxt sonluq var. Yəni biz nə bilim 8 sezon belə baxsaq, bilirik ki, bu insanlar ilk sezonda, ilk bölümdə tanış oldular. Sonra 8 sezon bunların dava qırğın, hamısı gedir, amma sonda bir ümid var ki, bunlar birləşəcək. Baxın, koda fikir verirsiniz. Kod deyir ki, tamam, mən tanış olacağam biri ilə, başlayanda sizin çəkdiyiniz nümunə, qəşəng başlayacaq hər şey, amma ondan sonra bir ton çətinliklər olmalıdır. Bir ton çətinlikdən keçməliyəm ki, mən o xoşbəxt sonluğa çata bilim.
Bax bu kodu da biz götürürük oradan. Ona görə bütün münasibətlər bəli cıvıl-cıvıl, nə bilim, kəpənəklər uçuşur, belə başlayır. Amma sonrasında mütləq şəkildə, yəni böyük əksəriyyəti deyirəm, hər kəsdə belə olmur təbii ki. 80%-də deyək, başlayır bu problemlər. Çünki mən o xoşbəxt sonluğa fokuslanmışam, amma prosesin çətin, travmalı və s. olması mənim üçün okeydir. Bax bu da başqa bir koddur, belə deyim. Okey, qaldı sizin sualınıza. Mən elə bunu izahın digər hissəsi ilə bağlamaq istəyirəm. Siz dediniz ki, məsələn, insanlar bəli baxır, orada bir həyəcan var və s. Bununla mən bağlayıram, inanın ki, elə bizə tanış gələn ailə modeli, ailədə gördüyümüz sevgi sxemləri. Bilirsiniz, bizim ilk fərqində mən proqramında belə mən sevgi sxemləri işləmişdim sizlərlə, iştirakçılarla və orada belə biz görmüşdük ki, məsələn, ən bəsit ana atamızdan gördüyümüz müəyyən o belə deyək, onların münasibətindən biz necə özümüzə sxemlər kopyalayırıq ki, yəni elə bilirəm ki, belə olmalıdır. Məsələn, deyirəm, tutaq ki, ata-anam gözümün önündə, yəni məni böyüdüblər və s. amma baxıram ki, onlar, nə bilim, 30 ildir evlidirlər, hər gün evdə dava var, hər gün, nə bilim, bir gün anama, nə bilim, filan kəs şər atır atam tərəfdən, anam onunla məşğuldur bir ay, ondan sonra atam nəsə eləyir, nə bilim, sonra anam nəsə eləyir, atam onunla məşğuldur. Belə burulğanlı bir münasibət və mən də bəli, artıq sakit münasibətlər mənə o qədər xanım deyir ki, yəni mənim gözəl bir münasibətim var, amma mən bu münasibətin içərisində sıxılıram. Niyə sıxılırsan? Deyir ki, sıxıcıdır, hüzurludur çünki. Özü də bilir, yəni danışırıq, fərqinə varır ki, bəli, çünki burada hüzur var. Çünki burada sakitlik var. Mənimsə zehnim o qədər xaosa, o qədər belə stres, gərginlik, mən o qədər öyrəşmişəm ki, nə qədər hamı kimdən soruşsan deyər ki, əlbəttə hüzurlu bir münasibət. Kim istəyər ki, bütün günü xəyanətlərin, nə bilim, davadalaşın içində olsun. Amma zehin elə demir doğrudan da. Zehin, yəni baxır ki, sanki bu mənə tanış deyil. Burada bir təhlükə var. Amma adrenalin ehtiyacımı hardan qarşılayıram mən? Gedirəm orada, bəli, davadalaşdan qarşılayıram. Yəni, ümumiyyətlə, cütlük münasibətlərində xüsusilə hər insanın adrenalinə ehtiyacı var. Və biz əgər, məsələn, uşaq vaxtı böyüdüyümüz evdə tutaq ki, o adrenalin bir formada qarşılanıb, yəni o həzz, adrenalin, dava-dalaş, orada da biz adrenalin yaşayırıq əslində. Və sonra mən bu sxemi bu formada formalaşdırıram. Gələn münasibətdə hər şey çox sakitdir. Bilmirəm neyniyim. Mənə, yəni doğrudan deyirəm, xanımlarla söhbətimdə mənə çox deyilir ki, yəni görsəm ki, artıq qarşı tərəf heç nə etmir, mən özüm dava salıram. Özüm belə bir problem çıxardıram, küsüb otururam ki, çünki orada doğrudan da bədənin həmin anda bir adrenalinə ehtiyacı var. Və biz adrenalini sağlam formada deyil də, qeyri-sağlam formada, uşaqlıqdan, yeniyetmə dövründən orada elə formalaşdırırıq deyə, gəlirik münasibətlərdə də o qeyri-sağlam adrenalin həzzi axtarırıq. Onunla necə ala bilərəm? Dava-dalaş, küsüm, nə bilim, bir həftə danışmayaq, orada o əzab çəkim, bax, oradan bir həzz alıram mən. Amma kimlər ki, məsələn, bunu, bəli, fərqində bir formada baxır ki, münasibətdə mən nədən adrenalin həzz ala bilərəm, başlayır bunu yavaş-yavaş çevirməyə və artıq, bəli, biz davadalaşdan həzz almaq yerinə başlayırıq, nə bilim, bungee jumpinga gedib atıram. Adrenalin yaşayırıq və yaxud da ki, gedirik bir səyahətə, orada belə qatara minirik, başımıza bir şey gəlir və yaxud da heç başımıza nəsə gəlməyinə ehtiyac yoxdur. Yəni, sadəcə orada bir adrenalin ki, yeni bir ölkə görmənin həyəcanını yaşayıram və adrenalin ehtiyacım orada yəni, tamamlanır. Artıq mənim dava salmama ehtiyac yoxdur. Amma biz ailə modelində, ailə sxemlərində hansı formada görürüksə onu, özümüz də bilmədən onu başlayırıq tətbiq etməyə. Və inanın ki, o seriallarda və s. də o adrenalini axtaran insanlar da ailədən bu şəkildə görüblər. Bəli, o uzun, çətrəfilli münasibətlər və ona baxmaq istəyir. Məsələn, öz həyatımda münasibətim yoxdur və kaos istəyirəm, axtarıram ki, harda var bu kaos. Onu da serialdan alıram tutaq ki. Yəni, bizim böyüdüyümüz ailələrdə, bəli, mən hər kəsi dəvət edirəm ki, mütləq şəkildə böyüdüyü ailədəki o sevgi alıb vermə şəklini analiz etsin.
baxsın, görsün necə alınıb sevgi, necə verilib, tərəflər bir-birinə necə davranır və mən onlardan hansını bu gün də özüm də fərqində olmadan kopyala yapışdır öz münasibətində tətbiq edirəm. Çünki bu dediyim kimi dəyişməyən bir necə deyirlər, qaydadır, qanundur və buna görə də bəli, sakit və huzurlu münasibətlər sıxıcı gəlir insanlara. İstər-istəməz istəyirik onu, amma içinə girəndə biz deyirik ki, bu oğlan çox sakitdir. Səsi çıxmır, çox sıxıcıdır. Amma bir playboy görəndə, məsəl üçün biz deyirik ki, wow, yəni nəsə bir orada bir şeylər var, yəni bir həyəcan var və mən onu istəyirəm. Aydındır? Çünki bəli, o adrenalin, o tanış bir həzdir. Hətta bir podkast var idi, yadınızdadırsa, mən paylaşmışdım Telegramda ki, onu da istəsək qoyarıq izləyicilər üçün ki, hiss etdiyin həyəcan hansı həyəcandır deyə bir podkastımız var idi Telegram kanalında ki, mən danışmışdım ki, həyəcan var. İkisi eyni şey deyil. Onu qoyarıq linkini, izləyicilər istəsələr keçib dinləyə bilərlər Telegram kanalında. Bu ailə mövzusu o qədər dərin bir mövzudur. Yəni bunu çox tövsiyə edirəm ki, hamı ən azından fərqindəmənin fərdi inkişaf paketindən yararlanaraq biraz işləməyə başlasın. Çünki orada da dediyimiz kimi, indi də vurğuladığımız kimi atamız, yəni ilk xüsusilə daha çox izləyicilərimizin qadın olduğuna görə belə fikirləşirəm ki, ilk kişi həyatımızda atadır və atadan sevgini necə görürüksə, həqiqətən də, yəni seriallar və sair bəlkə sonradan üstünə gəlir, amma atadan olan münasibətimiz, o sevgi alıb vermə münasibətimiz daha doğrusu hər şeyin təməlini yaradır və məncə Azərbaycanda da belə bir ölkə olaraq da kişilərin sevgi uşaqlarına, xüsusilə də qız uşaqlarına sevgi göstərə bilməmək bir problemi var. Daha çox, daha sərt ata olub, daha disiplinli görünməyə çalışırlar və qızlar, yəni mən də onlardan biri olmuşam və daha çox, məsələn, xəstələnəndə daha çox sevildiyimi hiss eləmişəm. Yıxılanda, haramsı qanayanda, nəsə yəni özümü pis elədikdən sonra daha çox sevgi almışam. Bu model bu formada gəlişib və əminəm ki, bu təkcə mən deyil, ətrafımda çox dostum olub ki, nə vaxtsa tutaq ki, dizləri qanayanda atalar gəlib onların dizlərindən öpüb məsələn. Bu normalda o qədər də belə qucaqlamaq, təmas göstərmək daha az gördükləri bir şey olub. Ona görə də yəqin ki, indiki həyatımıza da yönləndirdiyimiz sevgi modeli biraz o siz deyən həm həyəcan istəyi var, həm də o həyəcandan sonra tutaq ki, ağladım, pis oldum, depressiyaya düşdüm və mən daha yazıq görünəndə o mənə daha çox sevgi verməyə başladı. Yəni bu modeli bəlkə tətbiq edirik. O davanı bəlkə ona görə yaradı. Bəlkə o davadan sonraki alacağımız sevgini düşünərək o davanı yaratmağa maraqlıyıq. Bunu da bəlkə, yəni mən bunu düşünərək üzərində işləmişəm. Düşünürəm ki, bəlkə bizi izləyənlər də dediklərimizdən yola çıxaraq biraz bu modeli də işləyə bilərlər ki, yəni o davaya nəyə görə ehtiyacım var, o təşvişə nəyə görə ehtiyacım var, daha çox sevildiyimi hiss eləmək üçünmü, yoxsa həqiqətən nəyisə həll eləmək üçünmü? Bəli, əlbəttə bu ümumiyyətlə ən məşhur şuuraltı kodlardan biridir ki, yəni xəstələnəndə daha çox diqqət görürük deyə. Hətta korona dönəmi zamanı belə bir araşdırma da aparılmışdı ki, yəni koronaya daha çox tutulan və korona belə deyək, hətta virusundan belə deyək, daha əziyyət çəkən insanlar arasında kiçik bir araşdırma aparılmışdı şuuraltı istiqamətdə. Və orada da belə bir nəticə gəlinmişdi ki, bəli, kimlər ki daha bu xəstəliyi daha uzun keçirdirdilər, demirəm hamısı, amma araşdırmada göstərirdi ki, o insanların doğrudan da bir, yəni bəziləri o qədər həyat boyu çox yorulmuşdular ki, o sanki koronanı xəstəliyi bərabərdir istirahət kimi görənlər var idi. Bilirsiniz, koronadan öncə evdən işləmə modeli çox da məşhur deyildi, heç Avropada belə və s. İnsanlar yorulurdu fiziki baxımdan da və korona bərabərdir, xəstəlik bərabərdir, istirahət kimi də görənlər var idi və xəstəlik bərabərdir, bəli, sevgi kimi də görənlər, daha çox sevgini necə ala bilərəm? Bu, yəni, ümumiyyətlə, ən çox olan, yəni, şuuraltı kodlardan biridir ki, bəli, mənə kimisə daha çox yazığa gəlsin və yaxud da elə bir situasiya düşüm ki, bəli, orada mənə sevgi göstərilsin. Bu da təbii ki, 100%. Yəni, dediyim kimi, səbəblər çox ola bilər. Hər ailə fərqli olduğuna görə biz hər ailəyə baxsaq oradan fərqli bir model çıxarda bilərik əslində. Amma biz ona görə mən hər zaman deyirəm ki, yəni oturun, analiz edin, biraz baxın, gözlərinizi açın və görün ki, siz nəyi şuursuz bir şəkildə əslində götürüb kopyala yapışdır. İstər seriallardan, istərsə də ailənizdən, münasibətlərinizdə bunu tətbiq edirsiniz.
Bəs sevgi ümumiyyətlə bu haqqda danışaq. Yəni şüursuz bir şeydirmi? Sevgi ilə məntiq bir arada ola bilərmi? Yoxsa şüuraltımız bizə həmişə bloklayacaq, amma bunun öhdəsindən necə gələ bilərik? Ümumiyyətlə çox geniş yayılmış, yəni hamının belə bir algısı var. Bu da baxın kollektiv şuurdan deyə bilərik ki, gəlir ki, sevginin olduğu yerdə məntiq yoxdur, olmamalıdır. Məntiqin də olduğu yerdə sevgi olmamalıdır, yoxdur. Çünki sevgi və məntiq bir araya gəlmir. Biz buna inanırıq çox zaman. Yəni düşünürük ki, əgər mən nəyisə belə deyim, hansısa bir formada, məntiqli formada yanaşıramsa, demək ki, burada mən əslində sevmirəm. Və bu o qədər yanlış bir düşüncədir ki, çünki əslində sevgi və məntiq belə deyək, paralel şəkildə irəliləməlidir münasibətdə. Yəni baxın, biz ürəyimizlə sevirik. Yəni hisslər, duyğular bu ürəkdən gəlir, düzdür? Sevdik. Amma o işin içində beynimiz də olmalıdır, zehnimiz də olmalıdır ki, şuurlu şəkildə sərhədlər qoya bilsin, nəyi istəyib, nəyi istəmədiyini bilsin. Amma mən sadəcə ürəyimlə hərəkət edəndə, yəni hisslərim və s. şuurlu şəkildə də belə deyim, məsələn, istəyirəm zehnimi də işin içinə qoyum, amma orada da belə deyək, özüm onsuz da şuurlu bir formada deyil də, şuuraltı inanclar və s. onlarla hərəkət edirəm deyə ki, zehnimi çox zaman istəsən də istifadə edə bilmirəm. O deyir, ürəyim bir şey deyir, zehnim başqa şey deyir, heç cürə alınmır və s. Amma əslində zehin və ürək çox yaxşı əməkdaşlıq edir hər zaman. Sadəcə biz onları əməkdaşlığa belə deyək, sövq edə bilmirik. Dediyim kimi sevgi yəni ürəkdən gəlir, düzdür? Yəni sağlam münasibətlərdə əlbəttə ki, hisslər, bir insanı gördüm, bəyəndim, sevdim, onun bəyəndiyim xüsusiyyətləri və s. qanımda kəpənəklər uçuşdu, hamısı ürəkdən gəldi. Amma beyin, zehin işin içinə nə zaman girir ki, o zaman ki, məsələn, orada artıq müəyyən sərhədlər qoyulmalıdır. Orada artıq belə deyim, mən baxmalıyam ki, tamam, bu adam məni məsələn özünə niyə çəkir görəsən? Tutaq ki, deyirəm, o bayaqki nümunələrə qayıtsaq, mən bir Playboy gördüm, çox bəyəndim, görünüşü mən istəyən və s. və s. Burada ürək, yəni belə deyim, həyəcanlandım, hər şey qaydasındadır. Amma indi bir də bu işin zehin tərəfinə bir balaca qurdalamaq lazımdır ki, məsələn, bu adam baxıram ki, ürək, qəlb qırandır da, yəni bir çox xanımın qəlbini qırıb, amma mən istəyirəm ki, mən onu o sağaldan qız olum, düzdür? Düşünürəm ki, amma burada məntiqli formada da yenə oturub düşünmək lazımdır ki, mən bu insanı həyatıma belə deyim, niyə dəvət etmək istəyirəm? Niyə istəyirəm ki, mən onu sağaldan həmin o qız olum, düzdür? Bu sualı özümə verim. Əgər vermirəmsə, bax mən girəcəm onunla münasibətə, ürəyim 100 dəfə qırılacaq, anlamayacağam orada nə baş verir, çünki şuurlu da hərəkət etmirəm axı. Arxa planda bilmirəm deyə. Məsələn, üzülürəm, səbəbini də bilmirəm niyə belə edir mənə, mən niyə incitdi, axı mən onu çox sevdim və s. və s. İşin içində zehin qalır, belə deyək, devrə dışı, biz imkan vermirik ki, o müdaxilə etsin və yaxud da müdaxilə etsə də şuurlu müdaxilə lazımdır axı. Amma şuurlu müdaxilə yoxdursa, yenə zehnin heç bir faydası olmur. Amma mən nə zaman ki başlayıram orada bir balaca, bəli, məntiqlə analiz hissəsinə ki, mən bu adamla niyə birlikdə olmaq istəyirəm, bu adam məndə nələri tetikləyir, baxın, yəni bayaq danışdığımız məsələlərə xitabən deyirəm, nələri tetikləyir məndə, bax ondan sonra biz işin içinə məntiqi də qoyanda, ondan sonra biz də qərarımızı daha rahat formada verə bilirik. Amma çox insan elə bilir ki, sevgidirsə, bəli, emosiyalar, bərabər acından ölmək, nə bilim nə, işin içinə məntiq girdisə, bu da olur, zənginəm, amma həyatımda heç nə yoxdur, kişi məni sevmir, bax bu. Yəni, çox insanın ağlına bu gəlir, məntiq deyəndə yaxşı maddiyyat, amma soyuq bir münasibət, sevgi deyəndə də od alov, amma orada da problemlər var. Və zehin, belə deyim, bizə imkan vermir ki, biz deyək ki, sevgi və məntiq bir arada. O da olsun, bu da olsun. Mən nə istədiyimi bilim. Mən deyirəm ki, mən həm münasibətimdə sevmək və sevilmək istəyirəm, amma eyni zamanda da mən maddi problemlər olan bir münasibətin içərisində olmaq istəmirəm. Bu da mənim bir sərhədimdir, məntiqli formada, düzdür? Amma mən deyirəm ki, yox, maddiyyat düşünmək, yəni belə deyim, bu sevən adamın işi deyil məsələn.
Bax burada biz artıq belə deyək, məntiqli şəkildə sorğulamırıq o münasibəti və avtomatik olaraq da onsuz da düşünməyəndə bilirsiniz, elə situasiyalar yaşanır ki, sonradan məcbur olub düşünürsüz. Gəlirsiniz, evlənirsiniz və s. okey, hər şey bitdi. Aha, indi nə lazımdır məsələn? Maddiyyat lazımdır. Amma bu kişiyə pul qazanmağı bilmir. Amma mən onu ürəyimlə seçmişdim. Çünki düşünmüşdüm ki, məsələn deyirəm, maddiyata görə evlənmək ancaq məntiqli bir addımdır. Orada sevgi yoxdur. Amma nəyə görə ikisi də bir arada olmasın? Bax, sual budur. Burada siz deyəndə ağlıma belə bir şey gəldi ki, sanki biz bir münasibətə başlayanda məni nə xoşbəxt edər sualını kənara qoyuruq. Biz necə xoşbəxt ola bilərik, çox fokuslanırıq. Yəni mən yoxam artıq. Mənim xoşbəxtliyim yoxdur. Mənim gələcəyim, gələcəkdə istədiyim, olmaq istədiyim yer, hər şeyi sıfırlayıram. Artıq bizə fokuslanıram ki, ancaq biz necə birlikdə ola bilərik, biz necə xoşbəxt ola bilərik. Yəni bütün yəni sanki məni itirirəm də o münasibətə girəndə. Mən yoxam artıq, növbəti mərhələlərdə də biz olaraq gedirik. Amma həqiqətən də həyat onu göstərir ki, sən özünü nə qədər unutsan da o problemlər o qədər sərtləşir və artıq görməzdən gələ bilməyəcəyin formada qarşıva çıxır. Biz orada necə eləyək ki, özümüzü itirmədən o yola davam eləyə bilək? Bəli, bu çox gözəl bir sualdır və düşünürəm ki, hər kəs mütləq şəkildə bax bunu özünə verməlidir ki, mən münasibətə necə belə deyək, başlayım, davam edim ki, bəli, orada özümü itirməyim. Yəni çünki münasibətdə iki insan olmalıdır. Bir insanın qaydaları ilə idarə olunan bir necə deyirlər, monopoliya deyil münasibət. Və burada biz danışmalıyıq nədən? Sağlam kompromisdən, güzəştdən. Ümumiyyətlə mən düşünürəm ki, bütün sağlam münasibətlərdə, yəni güzəşt münasibətdə ola bilər və olmalıdır da. Yəni mən demirəm ki, məsələn, güzəşt olmasın, güzəşt pis bir şeydir, yox. Tam tərsinə mən düşünürəm ki, əgər bir münasibətdə biz İstəyiriksə ki, qarşı tərəflə belə deyək, yaxşı yola gedək, belə deyək, bir-birimizi incitməyək, mütləq formada orada bir sağlam kompromis olmalıdır, güzəşt müəyyən mənalarda. Çünki hər kəs fərqli bir, necə deyərlər, arxa fonla münasibətə daxil olur. Hər kəs götürür o ailəsindən, bayaq danışdığımız düzdür, ailəsindən görür, dostdan, çevrədən, kollektiv şuurdan, yığır, biraz da öz öyrəndikləri təcrübələri ilə daxil olur bir münasibətə. Və burada artıq biz gözləyə bilmərik ki, hər şey eyni olsun, gözləntilər və s. Burada işin içinə dediyim kimi girir sağlam kompromis. Amma sağlam kompromis nədir? Bax, burada biz çox ehtiyatlı olmalıyıq. İstəyirəm ki, bunu biraz detallandırım ki, hər kəs bu hissədən mütləq şəkildə istifadə etməyi öyrənsin. Sağlam kompromis odur ki, mən münasibətin içərisində bəli, sərhədlər qoyuram və münasibətin içərisində bəli, özümü itirmirəm. Amma bu nə deməkdir? Sərhədlər qoyuramsa, burada mən sərtmi olmalıyam. Çox insan çünki sərhədlər qoymaq demək bərabərdir sərt olmaq deməkdir kimi bunu adətən belə başa düşür, amma yox, sərhəd və sərt olmaq əlaqəli deyil. Düzdür, müəyyən mənada biz bəzən sərhədlərimizi qoruyarkən, bəzən belə deyim, hər kəs bizi sevməyəcək biz sərhədlərimizi qoruyarkən. O insanı hər kəs sevir ki, onun kimsəyə qarşı bir sərhədi yoxdur. O hər kəsi istəyir ki, kömək etsin, ora qaçsın, özünü yox sayır hər münasibətdə. Bəli, o insanı hər kəs sevir. Amma siz sərhəd qoymağı bacardıqca, bəli, hər kəs sizi sevməyəcək. Bu işin bir tərəfidir. Yəni siz sərhədlərinizlə onsuz da hər kəsi xoşbəxt edə bilməyəcəksiniz. Amma biz sərhəd qoymaqla divar hörməyi bir-biri ilə qarışdırmamalıyıq. Burada sağlam kompromis nədir? Baxın, ortaq nöqtəyə gəlmək necə olur? Nümunələrlə deyək ki, daha real səslənsin. Məsələn deyirəm, təsəvvür edək ki, tutaq ki, bizim bir partnyorumuz var və partnyor deyir ki, məndə bir balaca qısqanclıq var və mən sənin, tutaq ki, çox qısa geyinməyini istəmirəm. Bizə bəy partnyorumuz tərəfindən belə bir təklif gəlir ki, yəni mən sənin qısa geyinməyini istəmirəm. Və mən də oturub düşünürəm bunu ki, aha, mənə belə bir gözlənti deyildi münasibətdə. Və baxıram ki, okey, mən onsuz da normalda da çox qısa geyinən biri deyiləm. Yəni, ildə ayda bir bəlkə geyinərəm, amma normalda bu onsuz da mənim dəhşət də bir tərzim deyil. Yəni, bu dəqiqə məsələn ona yox, mən qısa geyinəcəm deməklə mən əslində çox da bir şey qazanmıram.
Bax burada baxın, kompromisə getmək olar. Çünki mənim onsuz da belə deyim, bu mənim ekstra sevdiyim, ekstra ehtiyacım olan, məni məndən alan bir şey deyil, yəni. Dediyim kimi ildə ayda bir dəfə geyinirdim, amma madam ki partnyor istəyir, tamam, bu barədə daha diqqətli olaram. Bunu da bu şəkildə ona ifadə edirəm. Yəni konkret ki, normalda, yəni mən ara sıra onsuz da geyinirdim, amma sən belə düşündüyünə görə mən də düşünürəm ki, burada mən kompromisə gedə bilərəm sənə, güzəştə gedə bilərəm. Oldu, bitdi. Baxın, sağlam bir formada sərhədimi də qorudum. Yəni partnyor orada sərhədimə hücum etmir, sadəcə soruşur, bir gözlənti qoyur. Təbii ki, burada nəyin necə soruşulmağı da önəmlidir və s. Bəzən biz burada inadlaşmağa girə bilərik, çünki partnyor əlini vurur, yumruğunu vurur stolun üstə ki, olmaz. Əlbəttə ki, bundan sonra danışacağıq onsuz da ünsiyyətin forması da çox önəmlidir, amma mən belə normal bir, sağlam bir münasibətdən danışıram hal-hazırda. Belə bir ifadə gəldi, mən də bu şəkildə heç nə özüm yox olmadım, nə sərt bir şəkildə sərhəd də qorumadım, amma kompromisə də getdim burada. Düzdür? Qəşəng bir formada sağlam kompromis. Və yaxud da ki, başqa bir nümunə deyək indi də. Partnyor mənə deyir ki, mən sənin filan rəfiqəni bəyənmirəm. Xoşum gəlmir o qızdan. Çox olur belə, doğrudan da çox olur. Xoşum gəlmir o qızdan, ondan görüşməyəcəksən, əgər bizim münasibətimiz davam edəcəksə. Və mən baxıram ki, partnyorun o qız dediyi xanım mənim uşaqlıq dostumdur. Mənim illərlə belə deyim, bütün dərdlərimi, nə bilim, mənimlə bir çox yol gəlmiş bir insandır. Və mən onunla danışanda özümü çox yaxşı hiss edirəm. Yəni mən demirəm, rəfiqəni otuzdurmuşuq münasibətin ortasında, hər şeydən xəbəri var. Buna da çox qarşıyam bu arada. Yəni tərəflərin belə deyək, arasında olan bir çox məsələ düşünürəm ki, onların arasında da qalmalıdır. Bunu da burada belə bir keçək başlıq kimi. Amma yəni normal bir rəfiqədir. Mən ona dərdimi tökürəm, içimi danışıram. Partnyor deyir ki, yox, rəfiqəndə tutaq ki, belə olur çox zaman. Rəfiqə subay olur. Siz artıq evlənmə yoluna gedə deyir ki, subay rəfiqələrindən görüşməyəcəksən. Bunu eşitmişəm Azərbaycanda çox. Və mən baxıram ki, yox. Mən bu xanımlarla, yəni görüşəndə və yaxud da bu dostumla görüşəndə, uşaqlıq dostumla özümü çox yaxşı hiss edirəm və s. Orada partnyora baxın. Desəm ki, tamam, yaxşı. Bax, mən burada nə etmiş oluram? Münasibətdə özümü itirmiş oluram. Çünki mən, məsələn, burada, bəli, artıq seçdim partnyoru. Mən demirəm ki, bunu edənlər də səhv edir. Bu da bir seçimdir hətta. Amma sonrasında, baxın, bir peşmanlıq gələcəksə, sonrasında kaş elə olmazdı, belə olardı və yaxud da ki, necə edim ki, partnyoru razı salım təlaşına girəcəksinizsə, demək ki, burada artıq, bəli, siz özünüzü itirmisiniz. Yəni burada mən artıq partnyora konkret formada ifadə etməliyəm. Bax, sərhədi burada qoyuram ki, o mənim rəfiqəmdir, o mənim uşaqlıq dostumdur. Mən onunla danışanda özümü yaxşı hiss edirəm, tutaq ki, deyirəm. Və sənin bu təklifin mənim üçün yəni keçərli bir təklif deyil. Dediyim kimi təkrar edirəm, o demək deyil ki, biz rəfiqəni münasibətin ortasına otuzdururuq. Yəni o bəzi belə münasibətlər də var. Görürsən ki, rəfiqə münasibətə yəni iki tərəfdən də çox müdaxilə edir. Yəni bunu da heç dəstəkləmirəm. Bu da birbaşa hər tərəfli sərhədlərə, hər kəsin sərhədlərinə, necə deyərlər, müdaxilədir və hücumdur. Amma normal bir rəfiqədən söhbət gedir burada. Bunu da qarşı tərəfə çox belə deyək, normal bir formada ifadə edirəm. Bax, bu da olur mənim sağlam bir şəkildə həm sərhədlərimi qoruyuram, həm özümü itirmirəm və eyni zamanda da bəli, gözləntimi də qarşı tərəfə ifadə edirəm. Və ondan sonra nə olar, onu artıq mən bilmirəm. Qarşı tərəf deyər ki, yox, çıxar gedər, bu başqa bir məsələdir. Qarşı tərəf, yəni dediyim kimi, burada artıq qarşı tərəfdən də asılıdır ki, çünki güzəşt və kompromis də tək tərəfli olmur. Güzəşt, kompromis adı üstündə hər iki tərəf. Məsələn, ola bilər ki, partnyor desin ki, tamam, o zaman belə edək, bəlkə mən biraz abardıram, hər gün görüşürəm rəfiqəmlə. O deyir ki, onda evlənəndən sonra yəni 2-3 dəfə görüşərsən. Tamam, bu da olar. Yəni onsuz da düşünürəm ki, evlənəndən sonra rəfiqələr o dərəcə çox görüşə bilmirlər, amma bu da olar məsələn. Bu da sağlam bir kompromis olar. Amma dediyim kimi orta nöqtədə görüşmək və güzəşti sadəcə bir tərəfdən deyil də hər iki tərəf söhbət edərək, aydınlaşdıraraq bir orta nöqtədə görüşməsidir əslində sağlam kompromis.
Yəni çox qəşəng bir şəkildə bir münasibətin necə huzurlu başlamaq olar və yaxud da o münasibəti necə huzurla davam elətdirmək olar, məncə bunu danışdıq. Amma yenə də bəlkə istəsəz belə bir ümumiləşdirmək kimi ki, maddə hansı maddələri var ki, bir münasibətin sağlamlığını ölçməyə və yaxud da onu sağlamlaşdırmaq üçün diqqət eləməli olduğumuz nöqtələr nədir? Bəlkə bunları da sadalayaq izləyicilər üçün. Edək, bunları da sayaq ki, görək bunların özü belə hərəsi ayrı-ayrı bir mövzudur əslində, amma qısaca bunu da üstündən keçək. Belə deyək, sağlam münasibətlərin təməlində dayanan bir neçə faktor var. Mənə görə bu faktorlardan ən elə başlıcası bu bayaqdan vurğuladığım elə bu doğru ünsiyyət faktorudur. Doğru ünsiyyət biz nəyə deyirik? Harda ki orada mən qarşı tərəfdən münəccimlik gözləmədən, qarşı tərəfdən necə deyirlər o falçılıq gözləmədən özümü ifadə edə bilirəm. Yəni qarşı tərəfə deyirəm ki, mən nə gözləyirəm bu münasibətdən. Təbii ki, bunun üçün baxın, mən birinci özüm bilməliyəm mən nə istəyirəm bu münasibətdən. O %100-dür yəni. Və daha sonra da onu qarşı tərəfə ifadə edirəm ki, bizim gözləntilərimiz, çünki biz deyə bilmərik ki, hər kəsin münasibətdən gözləntisi eynidir. Yox. Yəni hər kəsin fərqli gözləntiləri ola bilər münasibətdə və biz bunlara əslində hörmətlə yanaşmalıyıq. Və mən öz gözləntilərimi doğru formada ifadə edəndə, artıq necə deyirlər, mən həmişə bunu bir top oyununa bənzədirəm, basketbol məsəl üçün ki, əlimdə bir top var, mən onu necə deyirlər, hazırladım və s. atdım partnyora. İndi artıq partnyorun qərarıdır ki, o topu mənə necə qaytaracaq, düzdür? Yəni münasibətlərdə biz o qarşılıqlı formada daima balansda qala bilmək üçün sanki o topu çox qəşəng bir formada bir-birimizə ötürməliyik. Daha yoxsa bombanı hazırlayıb partnyorun əlinə atmaqdan söhbət getmir burada, düzdür? Yəni bomba nədir? Mən heç bir gözləntimi demirəm, otururam ürəyimdə fikirləşirəm ki, kaş mənə falan şey olunardı. Serialda çünki görmüşəm ki, Koreyalı CEO belə elədi. Mən də fikirləşirəm ki, kaş mənə də belə edərdilər. Amma olmur axı, bu adamın bundan xəbəri yoxdur, Əhmədin bundan xəbəri yoxdur. Amma mən bəlkə Əhmədə bunu doğru ünsiyyətlə ifadə etsəm ki, Əhməd, mən münasibətdə gözləyirəm ki, sən məsələn, mən işdən axşam gec çıxanda gəlib məni götürəsən, mən bunu məsələn gözləyirəm səndən. Bundan sonra Əhməd deyəcək ki, tamam, gəlim götürüm də. Ya da deyəcək ki, yox, götürmürəm. Onda artıq mən də baxacağam ki, tamam. Demək ki, Əhməd mənim istədiyim adam deyil münasibətdə. Məsələn deyirəm. Yəni doğru formada kommunikasiya, bilirsiniz, mən bütün münasibətlərlə bağlı proqramlarımda həmişə kommunikasiya sxemləri verirəm ki, özünüzü doğru formada necə ifadə edə bilərsiniz. Deşik proqramında da olmuşdu bu. İndi A'dan Z'yə yüksəliş proqramında da indi sevgi hissəsinə keçirik deyə orada da var kommunikasiya sxemləri ki, özümüzü doğru ifadə edə bilək. Xüsusilə kişilərlə. Bilirsiniz ki, kişilərlə ünsiyyətdə biz daha belə direkt olmalıyıq. Daha konkret özümüzü ifadə etməliyik ki, kişi bizi rahat başa düşsün. Çünki bizi bəzən başa düşmək çətindir. Bir daha Gülxan, məsələn, bunu da deyəndə mən rəfiqələrimlə və s. danışanda ta ki artıq mən başa düşmüşəm ki, açıq ünsiyyət nə qədər önəmlidir, amma bunu kiməsə tövsiyə edəndə belə cavab alıram ki, məsələn, bunu mən deyəndən sonra eləməyinin nə mənası var ki? Yəni o suala necə cavab vermək olar ki, onu sən deyəndən sonra da eləməyinin mənası var, yəni dəyəri var. Biraz sanki bizim qadınlar orada əziyyət çəkirlərkən mən dedim, onu aldı, mən dedim, məni gəldi işdən götürdü. Bunun nə mənası var? Bu sanki dəyərsiz bir şeymiş. Əslində qarşıdakı insanın elədiyi hərəkəti artıq dəyərsizləşdirmiş olur özü dediyi üçün. Bəli. Bu nə qədər doğru davranışdır? Onu mən sizə deyim ki, sadəcə baxış bucağı dəyişməlidir. Onu elə sən deyəndən sonra edirsə mənası var. Demək ki, o sənin sözünü qiymətli hesab edir. Sən ona nə istədiyini dedin. O dedi ki, tamam, edirəm. Çünki bunu bilirsiniz hansı qadınlar deyir. Ümumiyyətlə, kişi zehnini anlamayan, kommunikasiyanı anlamayan qadınlar deyir. Yəni, mən bu oturub zehnimdə 70 dənə şey düşünə bilərəm, gözləyə bilərəm. Bu kişi, yəni, bəzən biz qadınlar belə bir-birimizin, yəni, bilmirik nə gözləyirik, nə istəyirik. Özümüz bəzən bilmirik nə istəyirik. Məsələn, emosional günlərimizdə özüm belə bilmirəm. Olur ki, məsələn, önümə bir şokolad qoyuram, bir duzlu qoyuram, bir dənə də başqa bir şey qoyuram. Özüm də bilmirəm nə istəyirəm. Məsələn, üçün də yeyirəm ki, görüm mən nə istəyirəm. Baxın, belə qarışıqlıq yaşayırıq axı biz. Amma tam tərsinə, baxış bucağı məsələsidir. Mən deyərdim ki, demək ki, o sənin sözünə dəyər verir ki, sən deyəndən sonra onu getdi elədi. Demək ki, sənin sözün onun üçün qiymətlidir.
Mən bunu belə deyərdim. Artıq başa düşməyən də özü başa düşməsin. Yəni dediyim kimi biz qarşı tərəfdən münəccimlik gözləyə bilmərik bu hissədə. Yenə çox qəşəng bir əslində baxış bucağıdır ki, o onu eləməyə də bilər. Yəni sən deyəndən sonra eləməyə də bilər. Əslində belə bir variant da var, amma o eləməyə Eləməyə də bilər ha bu arada. O da onun seçimi. Bəlkə sizin dediyiniz elə bir şeydir ki, bu adama yəni uyğun gəlmir, nə bilim onun dəyərlərinə, onun düşüncə tərzinə uyğun bir şey deyil məsələn. Onda da yenə də burada gəlirik ünsiyyətə. O da sizə rahat, siz ona doğru formada istəyinizi çatdırdınız. O da sizə doğru formada geri qaytardı ki, sərhədini qoydu ki, sənin məsələn dediyin bu şey mənə uyğun gəlmir. Təəssüflər olsun ki, mən bunu edə bilməyəcəm. Yoxsa mən oturam gözləyirəm ki, o fikir tapsın ki, mən nə istəyirəm, o da bilmir mən nə istəyirəm. Ya da və yaxud da ki, sonra axırda qadınlar belə gözləyir, birdən partlayır ki, falan vaxtı falan şey istədim, sən eləmədin. Kişi deyir ki, mən onu bilmirdim axı. Hə, get indi o da deyir ki, axı mən eləmək istəmirəm. Gəl indi çıx bu işin içindən. Amma biz onu doğru formada ifadə edəndə bunların əslində heç birisi olmur və qarşı tərəfə də biz nəyisə ifadə etməyimiz o demək deyil ki, o %100 onu qəbul etməlidir. Yəni onun da bir mən tutaq ki, qarşı tərəfdən gələn hər şeyi qəbul edirəm ki, o məndən gələn hər şeyi də qəbul etsin. Etməyə bilər. Yəni deyə bilər ki, məndə alınmır bu və s. Bu da mümkündür əslində. Münasibətlər belə mürəkkəb mövzudur. Bax bu şəkildə, yəni danışdıqca açılır əslində altı. Amma dediyim kimi birincisi açıq ünsiyyətdir ki, bir çox bizi davadan, problemdən xilas edir birinci növbədə. İkinci növbədə mən bunu bilirsiniz, hamı deyir ki, kimdən soruşsan ki, münasibətdə nə gözləyirsən, deyər ki, hörmət, hörmət. Hamı deyir, amma əməl edən o qədər az insan var ki, hörmət o demək, yəni hörmət nə deməkdir sizin üçün bax? Bunu biz birinci aydınlaşdırmalıyıq. Yəni mənə görə hörmət bilirsiniz, o pərdənin qalxmamasıdır. Yəni bizim o yaşlıların o sözü var və mən əvvələ fikirləşdim ki, bu nə deməkdir, pərdə qalxmasın və s. İndi başa düşürəm, doğrudan da elədir. Yəni biz əgər uzun müddətli bir münasibət və yaxud da evlilik istəyiriksə, bəli, orada fikir verməliyik. Həqiqətən ağzımızdan çıxan sözlərin o gedib çatacağı nöqtələrə. Mən əgər ilk fürsətdə bir dava-dalaşın içərisindəyəm, o adrenalin, həyəcanla qarşı tərəfin yarasına duz basıramsa, və yaxud da ki, ona nə bilim, təhqir edirəm onu və s. Baxın, pərdəni qaldırdımsa, növbəti dəfə artıq bunun biraz da üstü. O da mənə edəcək, mən də ona və bunun sonu yoxdur. Ona görə də bax, biz ola bilər ki, çox emosional bir insansınız. Ola bilər ki, məsələn, mən çox emosional bir insanam. Belə, yəni çox belə tez güruluyub, tez sönən biriyəm. Mən görəndə ki, məsələn, əsəbləşirəm artıq və s. Bunu bütün münasibətlərimdə edirəm ki, deyirəm ki, tamam. Mən çəkilirəm qırağa. 2 gün, 3 gün, məsələn, danışmıram. Belə deyim. Yəni küsmək kimi yox ha ki, küstüm, trip atıram, yox, danışmıram ki, yəni mən məsələn bir şeyə çox əsəbləşmişəm. Bunu deyirəm ki, əsəbiyəm, yəni mən bu barədə danışmaq istəmirəm bu barədə. Yəni orada artıq fikrimi toparlayıram, baxın. Və burada özümü toparlayandan sonra həqiqətən baxıram ki, heç o dərəcə əslində bəlkə də məni əsəbləşdirəcək bir şey də deyilmiş və yaxud da ki, lap eləymiş, amma indi bu dəqiqə nə bilim, nə qışqırmaq istəyirəm, nə bir şey, daha belə sakit formada onu həll edə bilərəm. Baxıram ki, doğrudan da gözləməyə çox işimə yaradı. Bax, bu əslində bir taktikadır, bunu da deyim, yəni. Bunu taktika kimi də hər zaman istifadə, gözəl taktikadır. Gördünüz ki, yəni orada o söhbətdə artıq siz alovlanırsınız, necə deyim, istəmədiyiniz bir şəkildə olur, söz gəlir, bura dirənir. Yəni o bir söz var, deyir ki, ağzından çıxana qədər sən onun ağasısan, ağzından çıxdısa o sənin ağandır. Desən bilirsən ki, bundan sonra yəni münasibəti toparlamaq çətin olacaq. Bax, orada bir dərin nəfəs alıb demək olar ki, tamam. Mən 2-3 gün, məsəl üçün, məni danışdırma, dediyim kimi küsmək, trip atmaq kimi yox, mən özümə bir balaca çəkilmək istəyirəm. Və çəkilib o prosesi yaşamaq o qədər daha sağlamdır ki, nəinki biz orada partnyorun üstünə hop deyə hamısını atırıq. Baxın, sonra da çox vaxtı kişilərdə olur bu adətən ki, əsəbləşir, belə vurur, qırır, çıxır, sonra deyir ki, üzr istəyirəm, amma qırılan da bir dəfə qırılır axı, düzdür. Və biz bunu həmişə nəzərə, belə deyək, almalıyıq bunu bu şəkildə. Hətta mən düşünürəm ki, oradakı əsas məqam odur ki, məsəl üçün biz çox qırılırıq hansısa bir davada və qarşımızdakını qırmaq istəyirik. Yəni ki, o qırmaq istəyi olan anda əslində dayanmalıyıq ki, mən bu insanı ümumilikdə sevirəm axı. Yaxşı, indi müəyyən bir davanın içindəyəm, müəyyən bir problemin içindəyəm, amma ümumilikdə sevirəm. Mən normal halında bunu qırmaq istəməzdim. Amma indi
hansısa emosiyanın təsiri altında, ya özüm də çox qırılmışam deyə qəsdən ona ziyan verəcək sözlər demək istəyirəm. Onu həqiqətən bəzən alçaldıcı, bəzən onun qürurunu qıracaq nəsə demək istəyirəm ki, o içimdəki əsəbi zəhəri boşaldım. Yəni ki, həmin anlarda o siz deyən taktika çox işə yarayar ki, yəni o alov keçənə qədər, qəsdən qırmaq istəyi keçənə qədər oradan uzaq qalmaq, daha sakitləşmək, sonra artıq o istək olmadı. Yəni mən artıq qırmaq yox, həll etmək istəyirəm, istəyinlə masaya oturmaq daha önəmli olar. Bəli. Yəni təbii ki, qarşı tərəfin bizə nə dediyi də önəmlidir burada. Yəni burada kontekst çox tərəfdən biz bunu analiz edə bilərik. Yəni qarşı tərəf məni həqiqətən də qırdı, amma orada da bir məsələ var. Yəni mən orada da əlbəttə ki, özümü müdafiə edə bilərəm. Amma dediyim kimi biz adətən o əsəbi vaxtda heç özümüzü müdafiə də edə bilmirik. Yəni bilmirik nə danışaq çox zamanı, idarə edə bilmirik onu. Yəni daha sonra 2 gün, 3 gün tutaq ki, və yaxud da 2 saat baxır da sakitləşdim, gəldim. İndi qarşı tərəfə artıq belə deyək, yenə sərhədimi qoya bilərəm ki, sənin filan sözündən sonra məsəl üçün artıq mənim üçün bu münasibət davam edə bilməz, tutaq ki, deyirəm. Yenə də bu mümkündür. Sadəcə olaraq həmin anda bir var ki, yəni mən özümdən də çıxıram. Baxın, bu eyni zamanda bir qadın olaraq bizə çox zərərlidir. Yəni bu bizi həm yıpradan bir şeydir, yəni o şəkildə partlayışlar. Və eyni zamanda da yəni əgər münasibəti davam etdirmək fikriniz varsa, kişinin də müəyyən mənada gözündə bir balaca yəni kiçilirik orada. Çünki biz onu doğru formada özümüzü ifadə edə bilmədik. Təbii ki, bilirəm zaman alan məsələdir. Xüsusilə bu emosiyaları kontrol etmək və s. amma bir yerdən başlamaq lazımdır və həmişə də bu şuurlu başlamaqla. Yəni söz gəlir ağza, Sonra özünüzü ki, okey, burada mən bunu etməyəcəm. Mən burada yəni sonrasında qulu olacağım bir söz deməyəcəm. Gedirəm 2 saat, 3 saat, 5 saat, bir gün sakitləşirəm. Sonra gəlirəm ki, tamam, sən dünən mənə filan şey demişdin. Mən həmin anda filan cürə hiss etdim. Bunu da ifadə edirəm qarşı tərəfə ki, sənin filan sözün mənə filan cürə hiss etdirdi. Demirəm ki, unuduram, dəftəri bağlayıram, yox. Amma yenə də doğru kommunikasiya ilə çatdırıram bunu qarşı tərəfə. Amma orada, baxın, o həm bir qadın kimi statusumda yüksəlir mənim orada kişinin gözündə ki, yəni necə gözəl o hökmran qadın deyirlər. Əslində hökmran qadın, yəni o eril bir qadın deyil ki, hökmran qadın əslində hər zaman belə deyək, bu situasiyaları idarə edə bilən və hər zaman əslində arxa fonda müəyyən qədər o taktikaları olan bir qadındır. Amma təbii ki, bunlar toksik taktikalar deyil. Bunlar əslində qadın həm özünü orada qoruyur, öz statusunu, öz enerjisini, amma eyni zamanda da yəni münasibətini necə deyirlər, səviyyəli bir formada aparır. Davam edək növbəti hissə ilə. Biz dedik ki, açıq ünsiyyət, biz dedik ki, ikinci hissədə əlbəttə ki, burada pərdənin qalxmaması önəmlidir, tərəflər bunu izah etdik. Daha bir şey mən deyərdim ki, münasibətdə mütləq şəkildə mən və biz anlayışlarının formalaşması, hər ikisi. Yəni, sadəcə biz yox. Məndə olmalıyam o münasibətdə, biz də olmalıyıq. Yəni, individual şəkildə də mövcud olmalıyıq, mən belə düşünürəm, bərabər şəkildə də. Bu nə deməkdir? Yəni, tutaq ki, evlənəndən sonra və yaxud da partnyora sahib olandan sonra bütün dost-tanışla əlaqəni kəsən xanımlar olur və yaxud da ki, nə bilim, heç bir artıq hobisi, heç bir əlavə fəaliyyəti qalmır. Bütün gün istəyir ki, ancaq partnyorla. Baxın, burada artıq münasibətin içərisində mən yoxam. Sadəcə biz varıq. Bax, mən bundan və yaxud da ki, elə düşünülür ki, ancaq biz bərabər zaman keçirməliyik. Yəni, biz məsələn bir otaqda tutaq ki, partnyor nə isə izləyir, o biri otaqda da mən oturub nə isə izləsəm, bu münasibətə xələl gətirər. Mən belə düşünmürəm. Bizim ayrı maraqlarımız varsa, niyə məsələn partnyor oturub futbola baxır, bu adam həyəcanla bir şey izləyir, mən niyə onun yanında oturub sıxılım? Mənasızdır bu. Mən ona deyirəm ki, tamam, çox gözəl, sən izlə, xoş istirahətlər, xoş əyləncələr. Mən də keçirəm o biri otaqda, nə bilim, YouTube-da nəsə izləyirəm, Netflix-ə açıram, Koreya serialına baxıram və s. və s. Düzdür, fərqi yoxdur bunun. Amma orada ikimiz də mən kimi varıq. Onun futbolu bitir, mənim serialım bitir. Gəlirik belə, qucaqlaşırıq, otururuq, çay içirik. Amma çox insana elə gəlir ki, ayrı-ayrı belə zövqlərimiz və s. varsa, biz yox, bizdə alınmaz, hər şey orta olmalıdır. Yox, münasibətin içərisində məni itirməyin. Amma əlbəttə ki, bizi də yaradın mütləq şəkildə. Yəni bizim ikimizin də ortaq, onsuz da sağlam münasibətlərdə zamanla bu ortaq həzlər də yaranır.
Yəni ortaq şəkildə elə şeylər, detallar yaranır ki, ancaq siz ikiniz ondan belə deyim həzz alırsınız, əylənib, başqalarına heç bəlkə maraqsız gəlir. Amma məsələn mənim yoldaşımla belə ən belə əcaib belə mənə maraqlı gələn, amma çox bəsit bir şeydir. Biz çox sıxılanda burada fransız tərzində bir neçə kafe var. Fransız tərzi dediyim, yəni masalar küçəyə doğru baxır. Məsələn, mən orada çox sevirəm, gedib belə oturum, insanları izləyim. Yəni mənim müşahidəçi tərəfim çox aktivdir deyə insanları izləyim və yoldaşıma deyirəm ki, bərabər gedək və bərabər gedirik. Məsələn, o orada nə bilim işləri ilə falan məşğul olur. Mən də otururam belə insanları izləyirəm. Yəni bu belə mənim üçün məsələn onunla keçirdiyim bir aktivitədir. Baxmayaraq ki, yəni bunu kənardan baxsanız nə maraqlı bir şeyə oxşuyur. Heç nəyə də oxşamır belə baxanda. Amma yəni biz onu edirik, tutaq ki deyirəm və bizə okeydir bu. Və yaxud da ki səyahətə və s. gedirik. Yəni orada bizim konkret ikimizin etməyi sevdiyi şeylər var. Mənim də var, onun da var, amma ikimizin də var, ortaq. Və bu bizi məsəl üçün birləşdirir, tutaq ki. Yəni münasibətdə mən də varam, o da var, ayrı-ayrı. Özümüzü itirmirik, təzədən qayıdırıq, özümüzü itirmirik. Amma eyni zamanda da bəli, bizi də yaradırıq. Aydındır. Və ən sonda mən bunu bu şəkildə bitirərdim ki, çalışın ki, münasibətlərinizdə, belə deyim, hər iki tərəfin də özünə məxsus, belə deyək, sərhədlər mövzusudur yenə, amma bu dəfə bir-birinizə qarşı deyil də başqalarına qarşı sərhədlərdən söhbət gedir. Yəni üçüncü şəxsləri mənim belə deyim ən qırmızı, məsələn özüm belə baxıram, ən qırmızı xəttlərimdən biridir. Məsələn üçüncü şəxslərin münasibətə müdaxiləsi və yaxud da ki evinizdə nə oldu, nə bitdi, anında nə bilim rəfiqələriniz bilir, hər şeyi bilir və bilirsiniz burada söhbət nədən gedir? Bu heç bir xoş bir hal kimi gəlmir mənə. Məsələn, tutaq ki, yoldaşınızla bir davanız oldu, məsələn, bir söhbətiniz oldu, konfliktiniz oldu. Gedirsiniz onu rəfiqənizə danışırsınız. Rəfiqə də başlayır ki, ay nə bilim, kül onun başına, ay o sənə belə dedisən və o qədər baxın itici bir səhnədir ki, ona görə deyirlər bəzən ki, rəfiqə yıxan evi kimsə yıxmır, amma yəni bu işin zarafat tərəfi, amma doğrudan da belə də var. Yəni heç bir zaman partnyorunuzu rəfiqənizlə, ananızla, bacınızla fərqi yoxdur. Bu tərzdə müzakirəyə qoymayın. Heç bir zaman. Bu məsələn bilmirəm, bəlkə mən mi çox sərt yanaşıram. Bu mənim məsələn qırmızı xəttimdir. Özüm də buna çox sadiqəm. Məsələn partnyorumdan da həmişə bunu gözləmişəm və o da heç vaxt yəni bu sərhədləri keçməyib. Yəni o bəzən deyir evin içində olan evin içində qalar. Mən demirəm ki, nə bilim ürəyinizi kiməsə açmayın, danışmayın. Bu başqa məsələdir. Amma bir də var ki, oldu, gedirəm deyirəm ki, mənə falan şey, o deyir ki, sən də get bunu elə. Yəni bilirsiniz də bu tərz söhbətlər heç xoş deyil və o qədər münasibəti baltalayır ki bunlar. Və yaxud da ki, dərhal nəsə o olan kimi ananıza zəng edib danışırsınız ki, bunu elədi, onu elədi. Ananız nə bilim atanızı işin içinə qatır, atanız o bir tərəfdən. Baxın, iki nəfərin söhbəti baxırsınız ki, o qədər masalarda müzakirə olunur ki, bax bu da gərəkli deyil. Yəni mən əgər münasibətə sağlam bir fərd kimi, bayaqki yenə məsələ özüm və mən kimi girmişəmsə və mənimi itirməmişəmsə, demək ki, mən orada öz sərhədlərimi də qoruya bilərəm. Demək ki, mən orada özümü kənar müdaxilələrə də qarşı qoruya bilərəm və bu qarşılıqlı olan bir şeydir, bəli. Yəni həm mən, həm partnyor və bu da gözləntilərə də girir ki, yəni məsələn yeni münasibətə başlayanlar, yəni gözləntilərinizi ifadə edəndə bunu da mütləq şəkildə qarşı tərəfə deyin ki, yəni mən münasibətimizin içərisində üçüncü şəxsləri istəmirəm. Yəni bizimlə sənin aranda olan, mənimlə sənin aranda olan söhbətlər mənimlə sənin aranda olacaq. Biz bunu özümüz. Çünki valideynlər o zaman həqiqətən işin içinə qarışır ki, mən bir fərd kimi öz məsuliyyətimi götürə bilmirəm. Yəni o münasibətin, onda valideyn məsələn anamı verirəm qabağa ki, git danış qızla, yoldaşımla filan məsələni və yaxud da ki, rəfiqəsinə. Amma mən yəni özüm partnyorumu qarşıma qoyub onunla bu söhbəti edə bilmirəm. Bu da ondan irəli gəlir ki, bəli, mən əslində nə öz məsuliyyətimi götürə bilən biriyəm, nə də ki, münasibətin gətirdiyi məsuliyyəti götürürəm. Odur ki, bu mənim, yəni bilmirəm, mənim özümün belə deyim, qırmızı çizgilərimdən biridir. Amma düşünürəm ki, hər münasibətdə də mütləq şəkildə tətbiq olunması gərəkən bir limitdir ki, biz mümkün mərtəbə üçüncü şəxsləri münasibətimizin içinə qatmırıq.
Yəni yeni yayda yeni tanışlıqlar yaşayacaq, yeni münasibətə başlayanlar üçün məncə belə, yəni əlifba keyfiyyətində bir video oldu ki, siz bütün detalları, nələrə diqqət etmək lazım, nələrin fərqinə varmaq lazım. Çünki dediyimiz məqamların hamısı birinci insanın özünün fərqinə varmasına başlayır ki, mən məsələn nəyə görə hər şeyi anama anladıram? Siz dediyiniz kimi gücsüz hiss elədiyim üçünmü, dəstək axtardığım üçünmü, yoxsa yəni mənim haqqımı özüm müdafiə edə bilmirəm, başqası gəlsin mənim haqqımı müdafiə eləsin deyəmi? Yəni bütün nöqtələrdə əslində yenə də fərqindəlikdən keçir. Bir dənə də ekstra sualım olacaq ki, məsələn, yeni biri ilə tanış olduq və burada dəyərlər mövzusu var ki, maraqlar başa düşdük ki, fərqli ola bilər və zamanla yaranır. Bəs çox fərqli dəyərli insanlar, yəni həyat fərqli şəkildə böyümüş, fərqli şəkildə yaşayan bu insanların bir araya gəlməsi, o dediyimiz kimi yenə seriallarda nəzərdə tutsaq, biri kənddə böyümüş oğlan, şəhərdə varlı bir ailədə böyümüş qız və yaxud da çox fərqli həyatlardan gəlmiş insanların bir araya gəlməyi nə qədər realdır və o sevgi nə qədər uğurlu alına bilər, onların ünsiyyətləri, bir-birinə qarşı olan davranışlarının hörməti və s. Bu bilirsiniz çox fərqli səviyyələrdən yenə də analiz olunması gərəkən bir mövzudur. Çünki mən düşünürəm ki, insanlar arasında baxın, emosional bir uyum olmalıdır, düzdür? İnsanlar arasında intellektual bir uyum da olmalıdır. Yəni partnyorlar arasında. Yəni əgər məsələn intellektual uyum uçurum səviyyəsindədirsə, tutaq ki, deyirəm, yəni məsələn, tutaq ki, sən çox intellektualsan, fərqli dillər bilirsən, avtomatik çevrə fərqlidir, etmək istədiyin aktivitetlər fərqlidir, amma bir bəy məsəl üçün tanış olursan, o heç bir məsələn xarici dil bilmir, onun çevrəsində ümumiyyətlə məsələn bu tərz sənin sevdiyin aktivitetləri edəcək tərz insanlar yoxdur, o da tamam fərqli. Və baxın, burada bəli bir nöqtədə dəyərlər toqquşur. Burada işin içinə baxın, məntiq girir əslində. Biz yəni burada yenə də sevgi, ürək, nə bilim o bu yenə də desək tamam, problem yoxdur, amma görürük ki, biz müşahidələr göstərir ki, bu cütlüklər dediyimiz kimi ilk dəqiqələrdən, ilk zamanlardan sadəcə ürəklə hərəkət etsələr belə, bir müddət sonra bəli, bax bu məsələlər doğrudan da baş qaldırır. Mən bir dəfə bir videoya baxmışdım və orada da çox qəşəng demişdi ki, deyirdi ki, münasibətlər zamanı başlıca məqamlardan biri odur ki, daxilinizdəki uşaqlar bir-biri ilə oynamağı, rəqs etməyi bacarsın. Və bu da əslində çox dərin bir çünki birinin uşaqlığı siz dediyiniz kimi kənddə keçir, nə bilim, palçıqdan, qumdan bir şeylər düzəltməklə, nə bilim, qoyun otarır dağlarda və s. Biri də böyüyür məsələn şəhərdə, liseydə oxuyur və s. Və bu iki uşağın baxın müəyyən mənada yəni maraqları toqquşur. Və mən demək istəmirəm ki, məsələn, yox belə şeylər mümkün deyil, amma dediyim kimi işin içinə bəzən məntiq girəndə mən çox belə deyək, o idealist və yaxud da xəyalpərəst yanaşmıram bu məsələlərə. İşin içinə məntiq girəndə görürəm ki, bəzən doğrudan da o içimizdəki uşaqlar oynaya bilmir bir-biri ilə. Çünki biri başqa tərzdə böyüyüb, biri başqa tərzdə. Əlbəttə ki, tərəflər bir-birini inkişaf etdirsə və yaxud da ki, inkişafa maraqlıdırsa, yəni bir var ki, mən deyirəm ki, mən bilmirəm bu nədir. Heç öyrənmək də istəmirəm. Mənə maraqlı deyil. Bir də var ki, mən cəhd göstərirəm. Burada artıq bir balaca öz qabığını sındırmaq, necə deyərlər, özünü yeni komfort zonaya aça bilmə potensialı, bacarığı, bunlar da təbii ki, ön plana çıxır, amma mən biraz məntiq tərəfdən baxanda, baxmayaraq ki, seriallarda da elə onu göstərirlər də, iki fərqli arxa fondan gələn insan bir-biri ilə qovuşmaq üçün 8 sezon yol gedir. Yəni, mən demirəm ki, o davul bilə dengi-denginə deyir türklər, mən demirəm ki, illa da belədir, amma işin içinə məntiq gələndə görürük ki, dəyərlər, yəni maraqlar yoxa, dəyərləri eyni olan insanlar bir-biri ilə bəli daha gözəl münasibətlərə girirlər. Nəinki çox fərqli dəyərlər biraz daha çətinlik yaradır işin içərisində, amma mümkün deyil də demirəm. Hətta bir podkastınızda demişdiniz ki, yadımdadır, yəni yaxşı olacaq şey asan olur kimi bir şey də demişdiniz. Yəni o qədər çətinliklə olan, sizə əzab-əziyyət verən şeyi sorğulamaq lazımdır ki, bu doğrudurmu, bu həqiqətən mənə lazımdır. Mən əslində biraz bəlkə də özümüzü ona layiq görmürük ki, mən asan sevgi qazanım, asan həyat qazanım, bəlkə asan pul qazanım. Yəni hər şeydə asanlığı özümüzə rəvab görmürük ki, yəni bu ola bilməz ki, bu qədər rahat olsun, amma bəzən də bunu oturub düşünməkdə fayda var ki, bəlkə də çətinlik varsa
dayanıb düşünməyim üçündür. Siz o dəyərlərdə toqquşma varsa və hər addımda bu qarşıma çıxırsa, bəlkə mənə nə isə göstərmək üçündür. Ona görə də bu da yaxşı əslində məqam oldu ki, vurğuladıq. Ümumilikdə belə baxsaq, yəni insanların yeni münasibətə başlamağı üçün, huzurlu davam eləməsi üçün bütün maddələri sıraladınız çox detallı şəkildə, çox izah edici bir şəkildə. Ümid edirəm ki, dinləyənlər də həqiqətən faydalanıb gözəl münasibətlərinə qədəm qoya bilərlər və davam elətdirə bilərlər. Yəni ki, bundan sonra da münasibətlərlə bağlı videolarımız olacaq. Ümumiyyətlə Telegram kanalımızda o qədər çox podkast var ki, sırf münasibət mövzularında hamıya tövsiyə edirəm ki, çox rahatdır və o mövzulara gedib tapmaq media hissəsindən 1 il əvvəlki podkastları da, yəni 5 saniyə ərzində tapmaq olur. Ona görə də onları təkrar dinləyərək, bir də bu mövzunu ətraflı şəkildə izah eləmək istəyənlər çoxlu proqramlarımız var. O hissələrdə bəlkə özlərini inkişaf etdirmək istəsələr fərdi inkişaf paketlərinə qoşularaq yəni bir yola çıxırlar və arzu edirəm ki, hər kəs o yolu gözəl şəkildə davam edib sonlandıra bilsin. Çox sağ olun bir daha bütün bilgilərinizi bu qədər açıq, aydın, izah edici şəkildə paylaşdığınız üçün. Növbəti videolarda sevərək, sevilərək yenə görüşərik. Mən təşəkkür edirəm, sizə də təşəkkür edirəm, izləyicilərimizə də təşəkkür edirəm. Ümid edirəm ki, maraqlı bir şəkildə yenə axıcı formada bizi izlədilər və növbəti videolarda görüşənə qədər.